Hər birinizə salam dostlar, kanalıma ilk dəfə gəlirsinizsə, mən Gül Zeynalova, Azərbaycan Turizm və Menecment Universitetinin 2-ci kurs tələbəsiyəm, ixtisasım beynəlxalq münasibətlərdir. Artıq bir ildən çoxdur ki, YouTube platforması üzərində siz gənclərə dəstək məqsədinlə müxtəlif mövzularda videolar paylaşıram və əminəm ki, bu videolar sizlərin inkişafında müxtəlif yollar açıb və sizlərə kömək eləyib. Bugünkü videomuzda başlıqdan görüldüyü kimi buraxılış imtahanına necə hazırlaşmaq lazımdır və yaxud da ki, buraxılış imtahanında edilən səhvlər hansılardır ki, mən bunları sizlərə tövsiyə etmərəm. Həmçinin bu videonu, belə deyim, çəkməkdə özümdə haqq görürəm ki, mən 4 ildən artıq Dövlət İmtahan Mərkəzinin imtahanına hazırlaşmışam. Həmçinin, belə deyim, qatı şəkildə hazırlaşmışam ki, bəzi göstəricilər bunu sübut etməsə də, mən lazımınca bu sahədə məlumatlıyam. Həmçinin özüm də bir tələbəyəmsə, deməli bildiyim bir şey var. Yəni videoya belə başlamaq istədim və mən burada biraz kənara çıxıb sizlərə bir şey bildirmək istəyirəm. Hansı ki, mənim kanalımda olan videoların əksəriyyəti belə deyim, inkişaf, həmçinin motivasiya və yaxud da ki, təhsil videolardır. Lakin biraz hissəsi də əyləncədir və bu da mənim öz həyatımdır ki, sizlərlə bölüşürəm, sizlərlə danışıram. Lakin bu videolar elə də tutmur. Kanala məsələn son bir video yüklədim. Bu videodan əvvəlki video. O video elə də tutmadı və bu məni təbii ki də ruhdan düşürür. Kanalımın sıx izləyiciləri sizsə əgər bilərsiniz ki, mən biraz ruhdan düşəndə, yəni video paylaşmaq istəmirəm. Bu səbəbdən dolayı mən də düşünürəm ki, kanalda belə videoları çox gec atım. Çünki belə videolara maraq elə də yoxdur mənim kanalımda. Mənim kanalımda əsasən təhsil videolardır və buna görə də artıq sıx-sıx bu şəkildə videolar paylaşım. Həmçinin universitetin birinci günü olsun, nə bilim, universitetdə baş verənlər olsun. Bu videoları qeydə ala bilmirəm, çox təəssüflər olsun ki, çünki günorta smeniyəm, dərsdən gecə çıxıram və çox yorucu olur. Universitetdə biz olanda adam olmur, yəni çox az qruplar olur. Bu səbəbdən dolayı da normal bir video çəkə bilmirəm. Normal bir gün gözləyirəm ki, məsələn bir dostumla çıxım şəhərə, şəhərdə olanda bir vlog çəkim və s. Yəni bu videolar belə bu tərzdə bir videolar çəkim. Bu səbəbdən dolayı da kanalı izləmədə qalın. Ümid edirəm ki, nə vaxtsa belə bir video çəkərəm. Başlayaq bugün sizlərə danışmaq istədiyim, demək istədiyim şeylərdən ki, buraxılış imtahanına neçə ay qaldı? Artıq oktyabr ayı, noyabr ayı, dekabr, yanvar, fevral, mart 5-6 ay qalıbdı və bu ay həqiqətən elə bir aydır ki, 11-ci siniflər üçün biraz kritik aylardır. Adam bilmir neynəsin, oxumağa həvəs yoxdur. Bunu yaxşı bilirəm mən. Çünki mənim özüm hazırlaşdırdığım tələbələrimdə həvəs var, lakin yorulurlar, bezirlər. Yəni mən onları anlayıram. Çünki mən bu yollardan onsuz da keçmişəm. Yəni bir abituriyenti ən yaxşı tələbə, ondan bir neçə yaş böyük tələbə anlayar, hansı ki onun yollarından keçib. Yəni deməyə çalışdığım odur ki, yoldaşlar, bu 6 ay ərzində özünüzü sıxmayın. Lakin dərslərinizi də buraxmayın. Yəni dərslərinizə köklənin. Məsələn, hazırda 3 fən siz bloka hazırlaşırsınızsa həmçinin də 6 fəndən hazırlığa gedirsiniz. Lakin normalda buraxılışa qədərki yolda siz 3 fəndən imtahan verirsiniz. Buna görə də məsələn deyirlər ki, buraxılışa qədər əsas siz bütün fənlərə fokuslanmalısınız. Məsələn, o blok fənlərini də oxumalısınız. Lakin mənim düşüncəm belədir ki, əsas qarşınıza çıxan yol nədirsə, birinci ona işıq salmalısınız. İşığınız birinci orada olmalı, oranı aydınlatmalıdır ki, qarşıda gedən yola da bir işıq salsın, bir mayak olsun. Bilmirəm fikrim sizə aydın oldu yoxsa yox. Yəni buraxılış yolunuzu işıqlı eləməlisiniz ki, blokunuza həvəsiniz qalsın. Çünki elə adamlar var, baxın, 2 kateqoriyaya bölünür ümumiyyətcə abituriyentlər. Mən bunu artıq illərdir ki, müşahidə edirəm. Özüm abituriyent olanda da, olmamışdan əvvəl də, hazırda da. Biri buraxılışda yaxşı nəticə toplayıb, blokda nəticəni zəiflədənlər. Biri buraxılışda zəif nəticə toplayıb, blokunu lap güclü edənlər. Həmçinin 3 kateqoriya deyim burada. Biri də buraxılışda zəif yığıb, blokuna da psixoloji şiddət edib, blokunu da yaxşı yaza bilməyənlər. Təəssüflər olsun ki, mən bu 3-cü kateqoriyaya aid idim. Hansı ki,
buraxılış balım mənim blokuma təsir elədi, ümumilikdə həyatıma təsir elədi. Olduğum yerdən məmnunammı? Bəli, təbii ki də məmnunam. Yəni həyat çətinliklərdən ibarətdir. Biz nəyisə bir şeyi təcrübə eləməliyik. Yəni özümüzü sıxmağa dəyməz. Biz də bu həyatı bir dəfə yaşayırıq yoldaşlar. Yəni bu həyatı ilk dəfədir gedirik. Uğurlu da ola bilərik, uğursuz da ola bilərik. Sadəcə olaraq bir insanı ən yaxşı özü başa düşər. Kənardakılar, çevrədəkilər nə qədər desə də dərd eləmə, olan şeydir, keçər. Dəxili yoxdur. İstər ailəndən bir nəfər olsun bunu deyən, istər dostun olsun, istər səni tanımayan bir adam olsun, istər qohumun olsun. Yəni insanın yaşadıklarını sadəcə özü başa düşə bilər ki, o situasiyadan məğlub vəziyyətdə çıxıb özünü toparlamaq necə bir məsuliyyət tələb eləyir. Ona görə də çalışın ki, çevrədəkilərin fikirlərini bu son vaxtlarda, son bu 3-4 ayda, 5-6 ayda, lap 1 ildə çox da belə deyim, saymayın. Çox da diqqət mərkəzinizə qoymayın. Kim olur olsun, fərqi yoxdur. Əsas burada bu mövqedə sizin özünüzsüz, hansı ki imtahana hazırlaşan da sənsən, universitetə daxil olan da sənsən, imtahan verən də sənsən, kəsilən də sənsən. Yəni kənardakıların fikirlərini çox da diqqətə alma. Çünki lazımsızdır. Hər kəs, məsələn, bir nəfər səni yarğılaya bilər, bir nəfər sənin dərslərində belə deyək, uğurlu olmadığını deyə bilər və yaxud da uğurlu olduğunu qısqana bilər. Fərqi yoxdur. Bu şeylər çox yaşanır və bu şeylər artıq mənə adi gəlir. Məncə bir müddətdən sonra bu videoya baxan şəxsə də adi gələcək. Hansı ki, yəni normal şeylərdir. Bunları normal olaraq qəbullanın. Düz insan bəzən mənim özüm o qədər ruh dəyişikliyinə düşən insanam ki, indi belə deyirəmsə, bəlkə başqa bir zaman hansısa bir izləyicimlə qarşılaşsam ona başqa məsləhət verərəm. İnsan haldır, yəni dəyişkəndir. İnsan da dəyişkəndir, hava da dəyişkəndir, dünya da dəyişkəndir. Yəni bu gün olan şey sabah olmaya bilər ya da bu gün olmayan şey sabah ola bilər. Ona görə də belə çox da belə fikir eləməyə dəyməz, çox da düşünməyə dəyməz. Yəni çox kənara çıxdım, fərqindəyəm. Lakin bu motivasiya sizlərə lazımdır və sizlərə lazım olan şeyləri deməyə çalışıram ki, bu video çoxlarına təsir eləyəcəyinə əminəm. Həmçinin açıqlama hissəsinə və yaxud da ki, yorumlara baxıb mənim WhatsApp kanalımda, yəni kanalıma gələ bilərsən. Orada bir-birindən çox motivasiya, tövsiyə videoları, günlük etdiyim şeyləri paylaşıram. Buyurub daxil ola bilərsən. Orada da artıq 500 nəfərlik bir ailəyik. Həqiqətən çox sevindim. Bir aydan azdır ki, o kanalı açmışam və mükəmməl şəkildə bir artım var. Məni sevindirir təbii ki də. Nəsə, hər şey bir kənara. Dediyim kimi, bu psixoloji təsirlərdən özünüzü uzaq tutmalısınız. Fərqindəyəm, çox çətindir. Hətta həddindən artıq çətindir. İmtahana hazırlaşmaqdan belə daha çətindir. Lakin eləməlisiniz. Başqa versiyanız, variantınız yoxdur, təəssüf ki. Deməli, buraxılış imtahanında indi sözümün canı nədədir? Buraxılış imtahanına gedənə qədər yoldaşlar, buraxılış imtahanına fokuslanın. Blok imtahanını da oxuyun. Demirəm ki, gedin ədəbiyyatı atın, tarixi oxumayın. Heç bir fərqi yoxdur. Dediyim şeyin, yəni dəxili yoxdur daha doğrusu, fərq bir yana. Sadəcə olaraq buraxılışa daha çox köklənin. Bayaq 50 dənə test işləyirdinsə, indi 250 dənə test işlə. Beynini yor deyirəm, yox, yor demirəm. Məqsədim beynini yor deməyim deyil, ya da beynini yormaq deyil. Sadəcə olaraq planlı şəkildə, düzənli şəkildə çalışsan, sən istədiyin uğura nəticəyə çatarsan. Buna görə də nə edirsən? Buna görə də özünə bir proqram düzəldirsən. Məsələn, proqramdan danışaq hətta. Çünki buraxılış imtahanında ən çox lazım olan şeylərdən blokda da həmçinin proqramdır. Hərçənd ki, tələbələr çox vaxt proqram qurmağı sevmir. Hətta mənim özüm də çox proqramla işləyən bir insan olmamışam. Sadəcə olaraq belə günlük proqram, planlar düzəldirdim. Nə bilim, bugün məsələn, tarixdən filan qədər test, tarixdən filan qədər mövzuya qədər işlə. Bu günlük proqramdır, plandır. Yoxsa sən gəl bir ay əvvəlin proqramını, planını düzəlt. Onun heç bir mənası yoxdur. Hətta iddiasına varam ki, o 1 aylıq, 15 günlük, 5 aylıq proqram düzəldənlər o proqram üzrə irəliləyə bilmir. Müəyyən müddətdən sonra sıxılır. Reallıqdır bu. Yəni reallıqdan kənara qaçmaq da istəmirəm. Bildiyiniz kimi videolarımda olan şeylərin hamısı əksəriyyəti 99%, hətta 100% reallıqdır. Niyə də reallıq olmasın? Çünki bu videoya baxanlar bir fərddir, bir şəxsiyyətdir. Bu videonu açıbsa, yəni deməli maraqlı gəlib və hələ də bura qədər izləyirsə, yoruma bir belə deyim, ifadə buraxa bilər. Mən də ona baxım ki, bura qədər həqiqətən izləyib. Gələk indi proqrama. Dostlar, proqram deyiləndə belə abartacaq bir şey yoxdur. Bir video görmüşdüm, bir komment görmüşdüm. Kommentə yazıb ki, hətta bir dəqiqə kommenti açıb oxumaq istəyirəm.
Aha, videonun şərhində deyir ki, məncə bir çox şagird və abituriyentlərdə problem dərslərin vaxt bölgüsü, dərsləri necə çatdıra bilmək problemləridir və diqqət dağınıqlığı. Bu haqqda, yəni video çəkə bilərsən. Elə bu videoda qeyd eləyim. Adı yəqin ki Aysudur ya Ayseldir, fərqi yoxdur, izləyicimdir. Belə bir şey deyim ki, uşaqlar, bayaq da videoda qeyd etdiyim kimi diqqət dağınıqlığıdır, yorulmaqdır, stressdir. Bunların hamısı olan şeylərdir, yəni. Sadəcə olaraq biraz daha altdan alın, türklər demiş, biraz daha göz ardı eləyin, hətta Azərbaycan dilində desək, göz ardı eləyin və vaxt bölgüsü. Məsələn, sənin dərsini müəllim bu gün getmisən hazırlığa. Azərbaycanda hazırlıq prosesi belədir ki, məcburiyyətdən dolayı uşaqlar hazırlığı 3-dən 5-ə, 5-dən 7-yə, 7-dən 9-a salırlar. Çünki mənim özümdə də belə idi. Artıq 2 il boyunca mən hətta 3 il boyunca mən hazırlığa belə getmişəm. Ard-arda salırlar və uşaq evə gələndə saat 9-da, 10-da evə çatır. Dərs oxumağa halı olmur. Maksimum 5-6 dənə test işləyir. Hansı ki o saat 3-ə 4-ə qədər, həmin vaxtdan 3-ə 4-ə qədər oyanıq qalanlar, yatmayanların beyni elə də aktiv olmur uşaqlar. Və o saatlarda kanalda video var, hətta baxa bilərsiniz. O saatlarda dərs oxuyanların, belə deyim, dərs keyfiyyəti o qədər də yaxşı olmur. Buna görə də burada vaxt bölgüsü sadəcə olaraq sizdən asılıdır. Vaxt bölgünüzü necə edirsiniz? Məsələn, bugün hazırlığa getdiniz. Tarix hazırlığındasınız, ya biologiya, kimya hazırlığı, coğrafiya hazırlığı, fərqi yoxdur. Hazırlıqdasınız, müəlliminiz sizə testi verdi, dərsi izah elədi. Evə gəlirsiniz, evə gələndə siz onun testini işləyirsiniz. İndi hər kəs də belə deyil ki, məsələn 3-dən 5-ə, 5-dən 7-yə, 7-dən 9-a. Belə olmayanları nəzərdə tuturam ki, evə gəldiniz, o dərs beyninizdə isti qalanda, isti də, yəni bir söz var ya, isti. İsti o dərsi oxuyun ki, o dərsin testlərini yazın ki, həm beyninizdə yaxşı qalsın, həm də ki, sabaha çatdırıb dərsləriniz toqquşdurmasın. Ona görə də dərsi müəllim verəndə gəlin elə evdə işləyin. Evdə işləyə bilmirsiniz, məktəbdə işləyin. Məktəbdə işləyə bilmirsiniz, nə bilim, gecə işləyin. Sabah tezdən 5-də 6-da oyanın, işləyin. Buna görə də yəni vaxt bölgüsü bu dərsində elə də böyüdəcək bir şey yoxdur. Dərslərinizi sadəcə olaraq saxlamayın. Üst-üstə yığılanda həddindən artıq olur. Plus müəllimlər son vaxtlarda, indi mən fərqli müəlliməm biraz. Mən müəllim deyiləm, sadəcə olaraq da indi abituriyentlərə hazırlaşdırıram deyə özümə də müəllim deyirəm və hazırlaşdırdığım uşaqlar da mənə müəllim deyir. Nəticə olaraq mən də bir müəlliməm, real olmasaq da. Mən uşaqlara o qədər də test vermirəm. Və ya versəm belə, o testlərin müəyyən bir zaman aralığında işləməklərini tövsiyə edirəm. Nəticə olaraq müəllimlər indi 350, 500 test, 1000 testi birdən verir. 1000 test nədir? Nə əlaqə? Bir yazıb müəllim 1000 dənə test verir. 1000 dənə test nədir? 1000 testi, yəni uşaq neynəsin? Digər fənlər açsın, getsin, riyaziyyat testi işləsin ya da nə bilim fizika, kimya testi işləsin. Bu qədər belə qatı şərtlər çox lazımsızdır. Lazımsız tapıram, lazımsız bilirəm, belə müəllimlər də lazımsız görürəm. Yəni, ümid edirəm, dediyim fikir sizə aydın oldu, əziz yoldaşlar. Artıq 11 dəqiqədir dayanmadan danışıram. Videonu kəsmək, edit eləmək falan heç, belə deyim də, lazım deyil məncə. Elə baxırsınız, insanlıq çaşa da bilərik, nə bilim, dilimiz dolaşa da bilər. İnsanlıq hallardır. Nəsə, yəni vaxt bölgüsündə dediyim kimi, dərslərinizi vaxtında eləyin. Həmçinin bir dərsə 15 saat vaxt ayırmayın. Mənim videolarım var, keçid eləyib baxa bilərsiniz. Bu videonu sadəcə yenə də bir xatırlatma məqsədindən çəkirəm sadəcə olaraq. Bir dərsə 10 saat vaxt ayırmayın, 5 saat vaxt ayırmayın. Bir dərsə maksimum 2 saat vaxt ayırın. 2 saat ərzində el insanlar var, bəli, razıyam. El insanlar var, bir dərsi 1 saata elə öyrənir ancaq. 1 saata öyrənirsə, deməli beyni praktika eləməyib də. Yəni bunun da bir səbəbi var. Beyin praktikanı sevən bir belə deyək də orqanizm, bir orqandır, bir bölgədir, bir hissədir. Buna görə də davamlı məşq eləməlisiniz ki, beyniniz canlansın, beyniniz açılsın. Bugün bir dəfəyə oxuyub öyrənə bilmədiyiniz şeyi gələn dəfə bir dəfəyə oxuyun, öyrənin. Bu, yəni gendən falan gələn bir şey deyil və yaxud da ki, nəsildən nəslə ötmür. Beyin sadəcə olaraq məşq eləməyi sevən bir mexanizmdir və siz davamlı olaraq məşq eləsəniz, o aktivlik yaranar. Hətta tibb oxuyan insanlar bu videoya baxırsa, dediyimdə təsdiqləyir 99%. Bu səbəbdən dolayı da dediyim kimi, beyninizi yüklənməyin. Sadəcə olaraq, yəni 1-2 saat, bir fəndən 1-2 saat, maksimum gün ərzində 1-2 saat vaxt ayırın. O 50 saat oxuyanlar gün ərzində, indi deyərsiniz 24 saat var gündə. Mən o 50 saat oxuyanlardan idim. Tövsiyə eləmirəm. Həqiqətən tövsiyə eləmirəm. Yəni belə. Bu şəkildə, burada başqa bir sual yoxdur. Mənim də deyəcəklərim ümumilikdə, yəni bu şəkildədir. Əlavə bir neçə də əlavə eləmək istəyirəm. Hansı ki, kanalda videolar o qədərdir ki, həqiqətən deyirəm, buyurub baxa bilərsiniz. Yəni yalandan bir şey demirəm.
Kanalda video o qədərdir. Təkrar deyəndə deyirəm, bəlkə baxanlar deyər ki, nə qədər təkrar danışırsan. Ona görə danışmağa bir söz də tapa bilmirəm. Sadəcə onu demək istəyirəm ki, yoldaşlar, buraxılış imtahanı müddətində nə etmək lazımdır? Bu dediklərimi eləyin. Nə eləmək lazım deyil, çox dərs oxumaq lazım deyil. Və sadəcə olaraq buraxılış fənlərini oxumaq lazım deyil. Çünki blok da lazımdır. Buraxılışdan müəyyən bir müddət sonra sizin blok imtahanınız gəlir. Ona da fokuslanmalısınız. Yəni belə. Əlavə bir deyəcəyim yoxdur. Bu arada baxın, kitabım burada hazırdır. Alman dili kitabım. Sizlərə bu videodan sonra bir videoda çəkməyə qərarlaşdırdım. Sabah da böyük ehtimal onu paylaşaram və ya sabah çəkib paylaşaram. Alman dili kursum necə gedir? Alman dili öyrənmək prosesimdə nələrdən istifadə edirəm? Nə edirəm? Bir dəyişim varmı? Müəllimim nə deyir? Kursum hansıdır və s. Bu haqda ətraflı danışmaq istəyirəm. Bir anket paylaşaram və yaxud da ki, bu videonun yorumlarına yaza bilərsən ki, bu arada 2-3 dənə yorum yazmaqdan çəkinmə, yəni. Elə adamlar var ki, bir yorum yazır, sonra deyir ki, birini də yazmayayım da, yəni başqa bir videoda və ya anketdə paylaşaram. Xeyr, heç bir problem yoxdur. Mən hər birini oxuyuram. Buna görə də yorumlarda yazmağı unutma. Məsələn, alman dilində mənə nə sualın var və ya dil öyrənmək haqqında nəsə bir çətinliyin varmı? Buyurub yaza bilərsən. Video bugünlük bu qədər idi. Ümid edirəm ki, dediklərimlə sənə bir nəyisə təlqin eləyə bildim, nəyisə başa sala bildim, öyrədə bildim. Yəni bu şəkildə kanala abunə olub like atmağı unutma. Yaxın zamanda 5000 oluruq. 5000-in şərəfinə də bir video çəkmək istəyirəm. Baxın, bu proses necə oldu? Mən sizə özümü həqiqətən açıqlaya bilərəm. Mən 3K-da tort falan alıb video çəkmək istəyirdim. Sürpriz video. Hətta yazıb paylaşmışdım. Mən tortu alana qədər kanal 4000 oldu. Həqiqətən deyirəm, 4000 oldu. Mən orada 3K yazısını göstərmək istədim. Kanal 4000 oldu. İndi 4K-da xanımla qərarlaşdırdıq ki, xanımı tanıyırsınız böyük ehtimal. Short videolarında falan paylaşmışam. Hətta bundan əvvəlki videoda da. Xanımla rayondaydı. Xanıma dedim ki, xanım dedi ki, kanalın nə qədərdir? Ya da mən dedim ki, kanalım 4000-ə doğru gedir. Dedi, hə, onda Bakıya gedənə qədər 4000 olar. Hələ 3000 nə qədərdir? 3500 idi, nə idi? Axşam parka getmişdik. Parkdan qayıtdıq evə. Baxanda görüm kanal 4000-dir. Xanıma yazdım ki, kanal 4000-dir. 5000 olsun, onda videomuzu çəkərik. İndi 5000-ə doğru gedirik. 5000 olsun, sizə söz verirəm. Bir dənə maraqlı video çəkərəm. Yəni bu qədər. Kanala abunə olub like atmağı unutmayın. Bu arada açıqlama hissəsinə WhatsApp qrupumun da linkini paylaşıram. Orada PDF-lər paylaşıram. Düzdür, çox da aktiv ola bilməsəm də. Yəni gündəlik olaraq PDF atıram. Sadəcə olaraq mən mesajlara baxmıram. Menecer baxır mesajlara. Nömrəmi də qeyd edirəm. Burada hər hansı bir sualınız olsa qeyd eləyə bilərsiniz. Qeyd eləməsəm də üzrlü sayarsınız. Sağ olun, özünüzə yaxşı baxın.